Hörmətli izləyicilər, bugünkü izahımız 7-ci sinif ədəbiyyat fənnindən Mir Cəlalın Bahar əsəri barəsində olacaq. Videomuza başlamamışdan əvvəl kanalımıza abunə olmağı və videomuza paylaşmağı da unutmayın, bəyənməyi də unutmayın ki, başqaları da faydalansın. Yallah başlayaq. Bahar. Kənddən ayrılandan sonra Bahar başı aşağı fikirli yeriyərək hara getdiyini bilmirdi. Yolun uzaqlığını hiss etmədən bir də gözünü açıb özünü vağzalda gördü. Bir tüfəngli adam döyükən kənd uşağını görüb yanına çağırdı. Qəssab dükanında atasının yanında işləməyə təklif elədi. Paltarın, çörəyin bizdən, özündə erkək ətinin pirisindən yeyib cana gələrsən. Razısanmı? Bahar şəhərdə qalmaq, qardaşını tapmaq həvəsi ilə həm də belə mehriban adama rast gəldiyini güman edib razı oldu. Çox mehribandır. Nə deyirəm? Tüfəngli Baharı daş yoluna tərəf gətirdi. Bir arabaçıya tapşırdı. Atama çatdır bunu. Deynən görsün yararmı? Səhər arabaçı onu şəhərə, qəssab Məşədi Abbasın dükanına gətirdi. Arabaçı bir təhər adamları aralayıb Məşədi Abbası çağırdı. Məşədi əmi, bu gedəni İsfəndiyar göndərib. Deməli, əvvəl onunla rastlaşan, iş təklif edən kimidir? İsfəndiyardır. Deməli, Məşədi Abbasın oğludur İsfəndiyar. Məşədi gözləsin dedi. Bahar günortaya dək gözləri çox acmışdı. Qəssab müştərilərdən baş açandan sonra Baharı dükana çağırdı. Hansı kənddən kimin oğlu olduğunu, nə iş bacardığını soruşdu. Bahar payızın ilk aylarını Məşədi Abbasın yanında işlədi. Sallaxana bilir də, yəni əzizləyicilər, qəssabxana deməkdir. Şəhərə daşınan ət daşqasının boynunda oturar, altın cilovunu əlinə alıb şəhərə sürərdi. Axşam isə tövlədə yanında yatdığı daşqa atına qulluq edərdi. Məşədinin bütün xırda, dükan və ev işini Bahar görərdi. Məşədi axşama qalan və köhnələn içalatı səbətə doldurub Bahara verərdi. Çiynindən də tutub itələrdi. Bunları sat, satmamış qayıtma. Hamısını satsan sənə bir Abbası fındıq pulu verəcəyəm. Bahar küçələrin soyuq palçığını ayaqlaya-ayaqlaya küçə qapılarını gəzib həzin və saf uşaq səsi ilə çağırardı. Ciyəralan, ay ciyəralan. Bu yerlərdə az təsadüf edilən şaxtalı qış günlərindən biri idi. Yer donmuşdu, ayaz çəsirdi. Bahar isə köhnə çarıqla, yalınqat, gədək paltarla qəssab dükanının qapısında əsim-əsim əsirdi. Məşədi Baharı qapıdan qovmuşdu. Sonra soyuqlar düşəndən, qış girəndən bəri Bahar içalat sata bilmirdi. 5 addım gəzəndən sonra dalda bir həyət tapıb qızınırdı. Ev qadınlarına yalvarıb ocaq başında dayanırdı. Ona görə evə qaydanda Xozeyni onu döyürdü. Bugün uşağa yeni bir fəlakət üz verdi. Qarınlarının birini sata bilməmişdi. Qorxudan qayıda bilmir, döngədə sallaya-sallaya əlində aparır və müştəri çağırırdı. Qəfildən bir qara it qarını alıb götürüldü. Divarı bayaq aşıb bağlar arasında yox oldu. Bahar bunu söyləyəndə Məşədi Abbasın gülməyi tutdu. Dünən yumurtadan çıxan bir cücənin mən yeşəlikdə kişiyə kələk gəlməyinə bir baxın. Əlini Baharın ciblərinə salıb axtardı. Sonra qoltuğuna baxdı. Nə eləmisən de, 1 manatının yerini de. Nəyə verib yemisən, düzünü de. Deməli, Bahar bu sözlər deyən, it gəlib Baharın əlindən qarnını alıb qaçır. Və bunu gəlib ağasına, yəni Məşədi Abbasa deyəndə Abbas buna inanmır və 1 manatı istəyir. Bahar kağız kimi ağardı. Xozeynə tərəf baxdı. Məşədi Abbasın bu baxışlara və göz yaşlarına cavab olaraq içəridən dilləndi. Buralara ayaq bassam meyitini qoyaram. Bahar qorxusundan cınqırını çəkmədi. Küçəyə çıxdı. Lakin küçədə dayanmaq olardımı? Soyuq adamı qılınc kimi kəsirdi. Qorxa-qorxa bir də ağasının dükanına gəldi. Qapını bir də cırıldadıb arasından baxdı. Sanki ağasından heç olmasa qonşuların birisindən mərhəmət diləyirdi. Məşədinin məşəl kimi yanan gözləri uşağa sataşanda oğluna işarə verdi. Gör pulu gətirdi. Qəssabın oğlu kimidir? İsfəndiyardır da. Bunu bu işə salan elə İsfəndiyardır. Qəssabın oğlu Baharın qabağını kəsib soruşdu. Manatı gətirdim. Bahar yalvardı. Məşədi ağa, qardaşım gələndə alıb verərəm. Yəni Baharın da qardaşı Mərdandır. Yəni əsərin özündə vardır bu. Mərdandır. Qəssab irəli keçib qapını bastı. Baharı eşiyə saldı. Bahar isti otaqdan qalxan buğun içindən
buz döşəməyə düşəndə başından bir vedrə su töküldüyünü güman etdi. Soyuğun şiddətindən özünü itirdi. Bilmədi nə etsin. Şaxta elə bil iliyinə işləyirdi. Bahar özünü hamamın dəhlizinə saldı. Dəhliz də soyuq idi. Ancaq içəri qapı açıldıqda isti hava bux kimi dəhlizə vururdu. Bahar özünə kəskinlik verdi. Əlində bağlama yuyunmağa gələnlərə qarışıb içəri girdi. Deməli gəlir hamamın qırağına çatır və hamama gələnlərlə qarışıb içəri daxil oldu. Fürsət tapıb pişik kimi səssizcə səkiyə çıxdı. Səki isti və rahat idi. Xeyli vaxt belə keçirdi. Lakin onu görən oldu. Hamamçı maşa ilə Baharı böyründən bizləyib deyirdi: "Ədə, hey, həmşəri, düş, nə soxulmusan bura, çıx." Deməli, hamamda da səkin üstündə oturmuşdu. Qızınırdı, gördülər burada da. O başını aşağı qapıya tərəf yerdi. Məhkum qalınca baxan kimi eşiyin qış gecəsinin ayazına baxdı. Sonra geri döndü. Onu təqib edən olmadığını görüb dayanmaq istədi. Duruxdu. Mərhəmət uman məzlumun baxışları ilə adamların üzünə baxdı. Heç kəsin bir söz demədiyini gördükdə sevinib içəri sürüşdü. Küncə qısıldı. Deməli, ikinci dəfə yenə girir hamama. Bığı xınalı kişi buğlana hamamdan çıxanda Bahar dəhliz ağzında görüb ucadan səsləndi: "Kəblə qurban, hərif burada dayanıb ha, gözün çıxsın sənin." Deməli, əvvəl çıxardılar, bu dəfə isə, ikinci dəfə isə başqası görür bunu. Hamama gələnlərdən biri görür və hamam yiyəsi, kim idi hamam yiyəsi də? Kəblə qurban idi. Hərif burada dayanıb ha, Kəblə qurban başmaqlarını yeyin şaqqıldadaraq dəhlizə tərəf gələndə Bahara yalvardı. Bahara tərəf gələndə Bahar yalvardı. Vallahi yerim yoxdur. Bahar qurbana yalvarır. Vallahi yerim yoxdur. Soyuqdan ölürəm. Qoy burada durum. Əmi, sən Həzrət Abbas. Deməli, Kəblə Qasım Baharı itələyib çölə saldı. Rədd ol buradan. Həzrət Abbas qənimin olsun. Səkinin istisindən canı yumşalan Bahar qışın kəsərli soyuğuna düşəndə elə bil ürəyinə xəncər sancıldı. İçindən ufuldadı, özünü itirdi. Bahar başını qaldırıb göyə baxdı. Tamam qaranlıq qovuşduğunu, qış gecəsinin qorxu kimi hər yanı, işıq gələn hər yeri basdığını görəndə vücuduna ilan kimi soyuq və müthiş bir vahimə yeridi. Ürəyi bala quş kimi döyündü, başı gicəlləndi, adımlarını atdı, harasa tələsmək istədi, yeridi, qəssabxanadan uzaqlaşa bilmədi. İndi onun bütün damarları sancır, qulağı qəssabxanadan uzaqlaşa bilmədi. İndi onun bütün damarlarını sancır, qulağı qəribə uğultu ilə tutuşurdu. Uşağı elə gəlir ki, ayaqlarını qandallamışlar. Topuqlarının hər birində ağır daşlar asılıb. Deməli, yəni bunlar özünə gəlir, yəni Bahara gəlirdi belə. Son ümidlə özünü Xozeynin qapısına saldı. Qorxa-qorxa qapını döydü. Həyətdə qarı ayaqlayan addım səsi eşidəndə uşağın sönən ümidlərinə sanki həyata işığı saçıldı. Yəni burada ümidlənir də ayaq səsi eşidəndə. Xanım mitili Baharın köhnə yorğanını eşiyə atdı. Xanım mitili, yəni Baharın köhnə yorğanını eşiyə atdı. Deməli, Məşədi Abbasiddə onun həyat yoldaşı Baharın köhnə yorğanını eşiyə atdı. İtil, hansı cəhənnəmə gedirsən get. Deməli, Baharı yenə də qapıdan qovurlar. Bahar inana bilmədi. Gecənin bu vaxtında boranda hara gedim ay xanım? Deməli, Baharın nitqinə də yer verilib. Gecənin bu vaxtında boranda hara gedim ay xanım? Qurban olum, mənim yerim yoxdur xanım, sən bilirsən ki. Deməli, xanım bilirmiş ki, Baharın heç kimi yoxdur. Xanım qapını elə bərk çırpıb dəmirlə bərkitdi ki, deyərdən oğrudan, quldurdan qorunur. Baharın sözü ağzında qaldı. Boş və boran uğuldu, yəni qaranlıq küçədə qar içində bata-bata uşaq bazara sarı yönəldi. O tufana düşən yarpaq kimi əsirdi. Sanki Baharın iynəli yorğana bürüyürdülər. Elə bil yorğana ki, tikan kimi əzablı, hamam kimi isti. Bahar əlini atıb gözünü örtən ağır yorğanı qaldırmaq istədi. Qol yerlərindən quru bir ağac sallandığını duyub anlaya bilmədi. Onu bildi ki, gözlərində də, başına da və dodaqlarına batan iynə çox uzun və itidir. Bunun kim tərəfindən nə üçün edildiyini anlamadı. Tərpənmək istədi, onu sanki yerə mıxlamışlar. Anasını xəyalına gətirdi. Ay ana, deməli anası yox idi burada. Anası da kim idi? Sona idi, əsərin özündə və o kənddə idi. Bahar isə şəhərdə idi. Bahar da oğlan da, yəni bilin.
Bir neçə saat sonra boran seyrəlmiş, səhər açılmışdı. Hər şey qaydasında idi. Xozenlər xəz paltolar, Xorasan kürşləri, dəri papaqlar, yun corab və qaloş geyinərək səhər çayından sonrakı ilk papiroslarını tüstülədə isti evlərinin qapılarından nəzakətlə çıxır, dükanlarına gedirdilər. Qolu çirməkli Məşədi çapacağını itiləyərək erkəkləri şaqqalayır, əlinə gələn yağlı budlardan qapısında qaynaşan müştərilərdən ruhlanaraq qazanc mahnısını oxuyurdu. Konka yolunun qarını kürüyənlər bir uşaq meyidi tapdılar. Bu uşaq kimi deməli Baharın meyidi idi. Donmuş taxtaya dönmüşdü. Buzlanmış saçları üzünə yapışmışdı. Bütün sifəti buz qatı ilə örtülmüşdü. Qolları qoltuqlarına bükülüb qalmışdı. Baxanların ürəyi xarab olurdu. Yiyəsiz bir uşaq olduğu ilin bu vaxtında əynindəki qədək paltardan, qədək yəni yuxada, paltardan, nazik paltardan bilinirdi. Ona görə də yiyəsini axtarmadılar. Qəriblər qəbirstanlığında apardılar və orada dəfn etdilər. Deməli, Bahar əsəri haqqında, yəni oxusu bu qədər. Keçək əsər haqqında fikirlərimizə. Deməli, əsər nədir? Epik növdədir və bir gəncin manifesti əsərindən bir parçadır. Epik növdədir, roman janrında yazılıbdır. Bir gəncin manifesti əsəri hadisənin təsvirinə təhkir üsulundan istifadə edilmişdir. Ədib Baharın simasını mürəkkəb və ictimai-siyasi şəraitdə yoxsulluğun və haqsızlığın acı təzahürlərini təqdim etmişdir. Sonra İnsanlar arasındakı sinifləşmə bu əsərdə də geniş özləşini tapmışdır. İnsan mərhəmətsizliyinin acı fəsadlarını bildirmişdir. Baharın köhnə yorğanını evdən çıxardan Məşədi Abbasın xanımı idi. Sonra Bahar ümumi məhrumiyyətlərlə üzləşən uşaqların ümumiləşmiş obrazıdır. Həm də Baharın qısa taleyi ilə tez, yəni qısa ömür sürən Azərbaycan Xalq Cümhuriyyətinə işarə edilmişdir. Sonra Məşədi Abbas öz zalımlığı, qəddarlığı yalnız şəxsi mənafeyini düşünən mənfi obrazdır. Tüfəngi adamda, yəni Baharı da orada tapan da kim idi? İsfəndiyar idi, Məşədi Abbasın oğlu idi. Əsəri tənqid edən cəhətlər çoxdur. Məsələn, pula bəslənən hərislik, insanları xor görmək, təbəqələşmə, sinif fərqləri, biganəlik, insan taleyinə biganəlik, zalımlıq, qəddarlıq, bunlar tənqid olunan hədəflərdəndir, fikirlərdəndir. Yazıcı Baharın faciəsini yalnız kasıblıqda yox, laqeyd və biganəlikdə, insana ədalətsizlikdə görür. Bahar obrazı əsərdə kasıblıq və ədalətsizliyin faciəsi kimi ümumiləşdirilmişdir. Sonra ədalətsiz cəmiyyətdə insan azlarının təsviri verilmişdir. Bir uşağın faciəsinə bütöv insanlığın faciəsi kimi ümumiləşdirilir. Əsərdə təsvir olunan sadə insanların başlıca qayəsi insan kimi yaşamaq, hüquq qazanmaqdan ibarətdir. Sonra nə demək olar? Sonra uşaq əməlinin istismar edilməsi tənqid edilmişdir. Sonra nə demək olar? Məşədi Abbas kimi insanlar qəddarlığı ilə və zalımlığı ilə Baharı ölümə sürükləyir. Məşədi Abbas kimi insanlar deməli insan taleyinə, insan demək olarsa təbii ki, insan taleyinə biganə olurlar. Sonra nə demək olar? Sonra demək olar ki, haqsızlığın nəticələrində uşaqlar öz həyatları ilə yaşayırlar. Sonra Baharın faciənin səbəblərini açmaq üçün psixoloji vəziyyətlər də göstərilmişdir. Sonra demək olar, ətrafdakı insanların, yəni biganəliyi, hansısa fəlakətlər törətməyə qadir olduğu göstərilmişdir. Sonra demək olar, məsələn, Bahar obrazı ədalətsiz və qəddarlığın qurbanına çevrilmişdir. Fağır, məsum və sadəlövh uşaqdır. Kimsəsizlər qəbirstanlığında dəfn olunur. Yəni Mirzə Ələkbər Sabirin burada bir əsərin özündə də Mirzə Ələkbər Sabirin bir şeiri də verilmişdir. Ürəyi üftan olan çocuq. Və sonunda da bir fikir verilmişdir. Yəni epiloq verilmişdir. Burada deyirdi ki,
onun cırıq papağı qar üstündə qalmışdı və o da yiyəsə kimi heç kəsi lazım deyildi. Yəni Baharın da yəni kimsəsizlər qəbrəstanına dəfn olunur və kimsəsiz şəkildə donub ölür və heç kəsə lazım deyil. Bunu bildirmək istəyir. Ətrafda ona kömək, dayaq olacaq heç kimsə yoxdur. Yəni Bahar əsəri haqqında fikirləriniz bu qədər. Videomuzu bəyəndinizsə, bəyənməyi, bəyəni düyməsinə basmağı və kanalımıza abunə olmağı unutmayın. Sağ olun.